Salam aleykum əziz vətənlərim. Bu günlərim 30 mart 2025-ci il, ay görsəndi, səhər Ramazan ayının bayramıdır. Hər birinizi təbrik eləyirəm. Allah tutduğunuz oruçları, etdiyiniz duaları, qıldığınız namazları ali dərəcədə qəbul eləsin. İnşallah ki, fəqirləri və kasıbları da yaddan çıxartmazsınız. Gücü çatan fitrəsini çıxartsın. Fitrənin də şərtləri məlumdur ki, kimlərə verilməlidir, kimlərə çatır. Bu barədə də ətraflı məlumat istəsəz, inşallah bu barədə də məlumat verərəm. Deməli, gördüyünüz kimi bu günlərim ay görsəndi və səhər bayram olacağı bəlli oldu. Amma dünən ay görsənməmişdi. Şeytan Şükür Paşazadə də durdu, fətva verdi ki, sabah bayramdır. İnsanların bir böyük kütlənin orucu, ibadətləri heçə getdi. Çox heyf ki, bəzi Azərbaycanın vətəndaşları onlara uydu. İnşallah ki, ümid eləyirəm ki, bu il uydular, gələn il bir də uymazlar. İstəyən də özləri ayı görə bilərlər, müəyyən eləyə bilərlər. Dünyanın çox yerlərində sabit gözlə ay görsəndi, nəinki teleskopla, sabit gözlə ay görsəndi. İnşallah bir daha təbrik eləyirəm. Allah bu Ramazan ayını bizim üçün, bu Ramazan ayının bərəkətini bizim üçün sonuncu Ramazan ayı qərar verməsin. Cəmiyyən ibadətlərimiz ali dərəcədə qəbul olsun. Azərbaycan xalqına bu günün, bu ayın hörmətindən diləyim budur ki, tezliklə diktator rejim, ailə rejimi, İlham Əliyev və onun quldur dəstəsi tezliklə Azərbaycandan məhv olub gedər. Xalqın, insanların birliyi ilə, əl-ələ verməsi ilə güc birlikdədir. Mən Azərbaycan xalqına güvənirəm. İnşallah tezliklə birləşərək bu quldur dəstəni Azərbaycandan göndərəcəyik. Qələbə xalqındır.